Salam dostlar. Deməli gilasda meyvə gözlərinin inkişafı və miqdarına görə avqustda suyun kəsilməsi mövzusuna toxunmuşam. Bir-iki son çəkilişdə və daha çox da o müzakirə mövzusuna çevrilib. Hamı yazıb soruşur, avqustda suyu necə kəsmək ola bilər? Yəni o istidə suyu kəsmək olarmı? Yəni o mövzuya toxunmaq istəyirəm. Bu məsələ damlama sulama olmayan bağlarda heç bir sıxıntı yaratmır, heç bir sıxıntıya səbəb olmur. Çünki suyu kəsirsən və ağaclarda da hər hansı bir ciddi sıxıntı yaratmır. Amma damlama bağlarında bu proses daha həssasdır. Çünki suyu kəsən kimi ağaclarda problem yarana bilər və xüsusilə cavan bağlarda susuzluqdan hətta qurumalar da baş verə bilər. Amma suyu kəsib susuzluq artıq dirənəndə, yəni təxminən 7-10 gün sonra bir həftə arayla 2 dəfə femen bakteriya 2 litr tona yarpaqdan tətbiq edildikdə susuzluq stresi yaşanmaz. Hətta bəzi virus və bakteriyal xəstəliklər də çox gözəl müalicəvi tədbirdir. Yəni əksər canlılarda ac qalmaq bir növ müalicədir. Qəribə bənzətmə olsa da oruç tutmaq kimi bir şey anlamaq lazımdır. Bu prosesdə yəni suyu kəsdikdən sonra təxminən 15 gün sonra meyvə gözlərindəki dəyişikliyi müşahidə etmək mümkündür. Bir ayın tamamında artıq növbəti ilin məhsuldarlığı üçün hansı sayda meyvə göz əldə etdiyimiz bəlli olur. Gözün keyfiyyətinə gəldikdə isə o artıq sentyabrda tətbiq edilən fosfordan asılı olur. Fosforda yəni Apaligua xaric digər MAP, Amafos, DAP, superfosfat kimi gübrələrlə hesablana bilər. Təbii ki, torpaq analizinə görə. Və təbii ki, zarafat edirəm, Apaligua da verilə bilər. Mənim Apaligua ilə heç bir düşmənçiliyim yoxdur, o da gübrədir. Amma onun bizə yaratdığı sıxıntıları da bilməliyik və bizim borcumuzdur bunları açıqlayaq. Məsələ ondadır ki, bütün akademik institutlar tərəfindən qəbul edilmiş və 70 ildir torpaq gübrələməsində istifadə edilən və heç bir sıxıntı yaratmayan Amafos, monoamonin fosfat, diamonin fosfat, superfosfat kimi gübrələrdir və bir anda bu cür işıqlı tarixi və bugünü olan gübrələrdən imtina edib daha çox hansı gübrələrdən faiz alıramsa onu seçmək ciddi bir marketing səhvidir düşünürəm. Yalanı da yutturmaq üçün belə deyək. Gərək səbir və ustalıqla hərəkət edəsən. Yəni bir şüv gücü atıb, çırmalanıb deməyəsən, ancaq Apaligua verin. Apaligua da vermək lazımdır, Amafos da vermək lazımdır, digər fosfor gübrələrini də istifadə etmək lazımdır. Avqust ayında, neysə, onu qoyduq bir kənara. Avqust ayında əldə olunmuş meyvə gözləri artıq sentyabrda qısa zamanda tam olaraq fosforla təmin edilməlidir. Əks halda o meyvə gözləri küləklə sovrulub gedir və əsəbdən başqa heç nə verməyən boş güllərə çevrilir və hər ildə bunu yaşayır. Apaliguanı da tərifləyənlər adətən onun uzun müddətə mənimsənildiyini, əsasən onun üstün bir xüsusiyyəti kimi təqdim edir. Əslində bu elə onun mənimsənilməməsinin, daha çətin mənimsənilə bilən olmasının fosfor olmasının əlamətidir. Yəni, çünki il boyu zorla az mənimsənilə bilən hala keçdiyindən dolayı o uzun müddətə mənimsənilə bilən fosfor sayılır. Yəni, dolayı yoldan elə bu mənimsənilməsin çətin olan bir informasiyanın etirafıdır, belə deyim. Yəni, bu anlamaza, bilməzə məlumatlarla reklam qurmaq ümumiyyətlə fosforu anlamamaqdan qaynaqlanır. Birincisi, bitkinin uzun müddət fosfora ehtiyacı yoxdur. Yəni, çox qısa zamanda ehtiyacı olduğu ümumi fosforun 90%-dən yuxarısını az bir müddət aralıqda mənimsəyir. Və bu da payız dövründədir. İkincisi isə, çünki fosfor qışdan çıxmaq üçün bitkiyə lazım olan ən vacib elementlərdən sayılır. İkincisi isə bitki fosfor ehtiyacını daim öncədən mənimsəmiş olduğu fosfordan qarşılayır. Fosfor payızda meyvə gözlərində ADP, ATP, AMP şəklində və qışda isə floemdə PO4 anyonu şəklində depolanır və yazda bitkilərin fotosintez məhsuldarlığı artdıqca depolanmış PO4 anyonu fotosintez reaksiyalarına qatılır və neytral yüklü adenin və ribozla ADP, ATP, AMP enerjilərinin istehsalına sərf olunur. Depolanmış PO4 anyonu eyni zamanda yazda kationik birləşmələrin, xüsusilə də ağır metalların mənimsənilməsini idarə edir. Yazda pH-ın aşağı olması
mikroelementlərin mənimsənilməsi üçün əsas deyil, yəni yetərli deyil. Eyni zamanda bitki daxilində anion-katyon dəngəsi də tamamlanmalıdır. PA4 anyonu saydığım reaksiyalarda iştirak etdikcə onun yerinə daha yüngül molyar ağırlıqlı anionlar tutmağa başlayır. Məsələn, bor kimi. Və borda nəinki kalsiyumu, yəni adətən boru kalsiyumun mənimsənilməsində bir olduğunu deyirlər adətən. Yəni borda nəinki kalsiyumu, bütün katyonların mənimsənilməsində rol alır. Kaliumun da, kalsiyumun da, magneziumun da, natriumun da, dəmirin də, manqanın da, misin də mənimsənilməsində ən vacib rol alır və bütün sezon boyu, yəni bütün sezon boyu, yayın əvvəlindən, yazdan ta payıza qədər. Tak ki, özümüzü yormayaq, uzun müddət az fosfor təminatı heç kimə lazım deyil. Avqustda suyun kəsilməsi prosesi tamamlandıqdan sonra əsasən orqanik maddəyə yüklənmək lazımdır. Yəni qumat və amafoz sentyabr ayı üçün ən gözəl gübrələmədir. Qaldı ki, yazda mayalanma tədbirlərinə, inanın ki, bu il təcrübə etdim mən və dediyim şəkildə qidalanması təşkil olunarsa gilasın, yazda heç bir tədbir görməsəniz belə orta səviyyədə məhsuldarlıq verəcək. İstəsəniz əlavə olaraq müəyyən hormonlarla dəstək ola bilərsiniz, olmasanız da yəni qənaətbəxş məhsul verəcək. Qısa desək, avqustda suyun kəsilməsi payız şaxələnməsini önləyir, azaldır. Tumurcuqların inkişafını əsasən istiqamətləndirir ağacı və yaz pöhrələrinin də, yəni yazda pöhrələnmə ki baş verir, həmin pöhrələnmələrin də odunlaşmasına xidmət edir. Belə, bu qədər təşəkkür edirəm. İnşallah ki maraqlı olar.